Piratların əksəriyyəti gey olub. Dənizə çıxırdılar və hamısı kişi idi. Nəticə etibarilə homoseksual davranışlara rast gəlinirdi onlar arasında. Həmçinin bu adamlar normlara qarşı idi deyə istər-istəməz xristianlığın gətirdiyi o baskıdan qurtulmaq üçün bir növ ağıllarına gələni eləyirdilər. Təbii ki, elə deyildi. Yəni belə bir inanc yarandı 21-ci əsrdə, xüsusilə pop kültüründə və postmodernist ideologiyalarda. Güya qədimdə piratların hamısı demək olar ki, gey olublar, bundan böyük səviyyə ehtiyaclarını dənizdə ödəyə bilmirdilər deyə və hamısı da kişi olduğuna görə bir-birlərinə dadanırdılar. Amma bu fakt öz təsdiqini tapmadı. Demək olar ki, çox az tarixi fakt var bundan bağlı və bəzi tarixçilərə görə bu 5-10% piratı əhatə edib ki, buna biz quruda da rast gəlirik. Fəqət quruda istər-istəməz baskı daha çox olduğundan, yəni dinlər vasitəsilə bunu insanlar eləyə bilmirdi. Amma bu dənizlərdə də dominant və ümumi yayılmış bir kültür deyildi. Çünki günün sonunda bu dənizçilər həmçinin quruya da çıxırdılar və təbii ki, ehtiyaclarını ödəyirdilər. Və hərb gəmilərində, məsələn, hansısa bir dövlətin İspan donanmasının və Fransız donanmasının hərb gəmilərində isə buna heç rast gəlinmirdi. Çünki birbaşa cəzalandırma var idi, daha disiplinli idilər. Heç yoxdur demək də, çox yayğın idi demək də, ikisi də yanlışdır əslində. Çünki müəyyən qədər təbii ki, insanlar arasında, yəni daha doğrusu kişilər arasında homoseksuallığa rast gəlinib hər dövrdə. Fəqət orta əsrlərdə bilirsiniz ki, xristianlığın və İslamın güclənməsindən sonra bu tam-tamına sıxışdırılıb kənara atılıb. Hətta mən deyərdim ki, hansısa imperiyanı idarə edən nəsildə daha çox homoseksuallıq var idi, nəinki dənizdəki piratlarda. Yəni ona görə də bunu çox şişirtməyə dəyməz. Sadəcə olaraq bilirsiniz, son dövrlərdə bunu normallaşdırmaq üçün, daha doğrusu normal göstərmək üçün tarixi faktları dəyişməyə çalışırlar. Təbii ki, kiminsə yatağına qarışmağın mənası yoxdur. Amma özlərinin elədiyi hərəkətə legitimlik qazandırmaq üçün tarixi dəyişməyə də ehtiyac yoxdur. Və piratlar arasında matelotage, İngiliscə belə tələffüz olunur və yaxud da ki, matelotage kimi tələffüz olunan bu söz var ki, bu da bir növ yoldaşlığı bildirir. İki pirat arasında yoldaşlıqda bərabər savaşırlar, bərabər yeyirlər, içirlər, həmçinin bərabər müəyyən yaxınlıqlar da olur deyə düşünürdülər. Ki, ola da bilər bəzilər arasında, amma bu yenə də yayğın deyil. Və bilirsiniz ki, piratlar bir-birinə varislik verirdilər. Yəni, hansısa pirat olsa onun zənginliyi digərinə keçirdi, həminki bu qaydaya əsasən. Yəni, bu bir növ gəmi yoldaşlığı sayılırdı ki, həminki bu geylik iddiasını söyləyənlər də bu nizama uyğun olaraq deyiblər ki, ola bilsin onlar arasında həm də yaxınlıqda olub, amma bu öz təsdiqini mənbələrlə çox da güclü formada tapmayıb.